Əqrəb. Bugün ulduzlar sizin tərəfinizdədir və yaranan imkanlardan maksimum yararlanmaq vacib olacaq. Daxili gücünüz, qətiyyətiniz və düzgün qərar vermək bacarığınız sizə bir çox məsələdə üstünlük qazandıracaq. Gün ərzində özünüzü daha inamlı hiss edəcək, atdığınız addımların düzgün istiqamətdə olduğunu anlayacaqsınız. Əgər son vaxtlar tərəddüd etdiyiniz mövzular varsa, bugün onları həll etmək üçün uyğun zamandır. İnsanlarla ünsiyyət qurmaq sizə xüsusilə asan olacaq. Sizin sözləriniz təsirli, arqumentləriniz isə inandırıcı olacaq. Bu səbəbdən danışıqlar, görüşlər, təqdimatlar və əməkdaşlıqla bağlı məsələlər üçün gün çox əlverişlidir. Əvvəllər anlaşmaqda çətinlik çəkdiyiniz insanlarla belə ortaq məxrəcə gələ biləcəksiniz. Hətta bəzi hallarda rəqib kimi gördüyünüz şəxsləri öz tərəfinizə çəkmək və onları müttəfiqə çevirmək imkanınız olacaq. İş sahəsində ciddi irəliləyişlər mümkündür. Əgər diqqətinizi əsas və vacib məsələlərə yönəltsəniz, əldə etdiyiniz nəticələr gözləntilərinizi belə aşa bilər. Bugün boş detallara vaxt itirməmək və prioritetləri düzgün müəyyənləşdirmək çox önəmlidir. Sizin strateji düşünmə qabiliyyətiniz və səbirli yanaşmanız çətin görünən tapşırıqları belə uğurla həll etməyə kömək edəcək. Bəzi əqrəblər üçün bugün xüsusilə əlamətdar ola bilər. Uzun müddətdir həllini tapa bilmədiyiniz problemlər birdən-birə aydınlaşa və öz həllini tapa bilər. Bu, sizə həm rahatlıq, həm də əlavə motivasiya verəcək. Yeni layihələrə başlamaq və ya mövcud işləri genişləndirmək üçün də əlverişli zamandır. Maliyyə baxımından da müsbət dinamika mümkündür. Uğurlu qərarlar, sərfəli təkliflər və ya əlavə gəlir imkanları diqqətinizi çəkə bilər. Pul məsələlərində intuisiyanıza güvənmək bugün sizə fayda verə bilər, lakin yenə də hər addımı düşünülmüş şəkildə atmaq tövsiyə olunur. Şəxsi münasibətlərdə isə dərinlik və səmimiyyət ön plana çıxacaq. Yaxın insanlarla daha açıq və etibarlı ünsiyyət qurmaq imkanı yaranacaq. Sizin diqqətli və anlayışlı yanaşmanız münasibətləri daha da möhkəmləndirə bilər. Subay əqrəblər üçün isə maraqlı və emosional bir tanışlıq ehtimalı istisna deyil. Günün sonunda özünüzü güclü, məqsədyönlü və məmnun hiss edəcəksiniz. Bugün sizə bir daha sübut edir ki, doğru anda aktivlik göstərdikdə və imkanları düzgün dəyərləndirdikdə böyük uğurlar əldə etmək mümkündür.